Groomerlər heyvanların təbii gözəlliyini vurğulayan mütəxəssislərdir. Onlar ev heyvanlarının kəsim, yuma, gigiyenik və spa prosedurlarını həyata keçirirlər. Please wake up, stony bird. What is there to cling to? Nailə Məmmədova peşəkar groomerdir. O həssas və kreativ insandır və heyvanları çox sevir. O sevimli müştərilərinə özünün The Doggy Styles Grooming and Spa salonunda xidmət göstərir. Run free, rescued by the bird of stone. He kept dreaming blindly. Bu salonda müxtəlif cins itlər üçün grooming xidməti, həmçinin hər cür spa prosedurları həyata keçirilir. Nailə xanım deyir ki, sadiq dostlarımız olan heyvanlara qulluq etmək, onlara qayğı və diqqətlə yanaşmaq insana xüsusi zövq verir. Я долго думала, чем заняться, каким-нибудь любимым делом. Mən peşə seçimi üzərində çox düşünmüşəm. Çünki insan sevdiyi sahədə çalışan zaman yorulmur, bezmir və işinə sevgi ilə yanaşır. Mənim özümün də evdə Yorkshire Terrieri cinsindən olan itlərim var. Ancaq təəssüflər olsun ki, Bakıda onlara yaxşı groomer tapa bilmədim. Qərara gəldim ki, Ukraynaya gedib groomer peşəsi üzrə təhsil alım. Orada bu işlə peşəkar məşğul olanları görəndən sonra heyrətə gəldim və düşündüm ki, niyə bu sənət Azərbaycanda da olmasın? Ölkəmizə qayıtdıqdan sonra isə bu işlə peşəkar qaydada məşğul olmağa başladım. В Азербайджане не привить вот такую любовь к животным. Nailə Məmmədovanın sözlərinə görə groomer kimi çalışmaq üçün heyvanların anatomiyasını bilmək lazımdır. Bundan başqa itlər üçün istifadə olunan bütün kosmetik vasitələr haqqında ətraflı məlumatınız da olmalıdır. O salonda bütün cinslərdən olan itlərə xidmət göstərir. Bu prosesdə də ən son üsullardan istifadə edir. Deyir, grooming vaxtı itlərə müxtəlif faydalı kremlər vurur. Ən əsası da qara dəniz mineralları və vitamin tərkibli mazlardan istifadə edir. İş zamanı itlərin nazını çəkən Nailə yorulmur. Çünki bu onun sevimli işidir. O sevimli peşəsinin incəliklərini bizimlə də bölüşür. Сложность этой профессии, наверное, не сколько в самой работе. Bu işdə ən başlıca nüans heyvanlarla düzgün əlaqə yaratmaqdan ibarətdir. Heç də hər groomer buna nail ola bilmir. Əgər heyvan sizi sevməsə, inanmasa, o zaman sizi qəbul etməyəcək. Ona toxunmağınıza icazə verməyəcək və aqressiv davranacaq. Yox, əgər it sizin sevginizi hiss etsə, o sakit dayanacaq və siz öz işinizi rahat görə biləcəksiniz. Düşünürəm ki, hər bir heyvana qayğı ilə yanaşılmalıdır. Я думаю, что сложность это только в этом. Həm söhbətimizin sözlərinə görə iş vaxtı maraqlı hadisələrlə üzləşir. Привезли нам как-то на стрижку Golden Retriever. Günlərin bir günü bizim salonumuza Golden Retriever cinsli it gətirdilər. Mən və mənim köməkçim itin groomingini 2 saat, yarım 3 saata bitirdik. Proses bitəndən sonra sahibi iti ilə salondan çıxdı. Yaxınlıqda da tikinti işləri gedirdi. Bayıra çıxar-çıxmaz sözə baxmayan it mazutla dolu qabın içinə atlandı və bizim bütün əziyyətimiz heçə getdi. Yenidən salona qayıdan iti nə qədər təmizləməyə çalışsaq da alınmadı. Elə bu vəziyyətdə də iti sahibi ilə birlikdə salondan yola salmalı olduq. Salonun fəaliyyəti yalnız grooming xidməti göstərməklə məhdudlaşmır. Burada 4 ayaqlı dostlarımız üçün xüsusi geyimlər də yer alır. Bu geyimlər onlara gözəl görünüş verməklə yanaşı həm də baxımlı edir. Сейчас у нас уже холода начались, да, многие предпочитают. İndi soyuq aylardır deyə bir çox müştərilər heyvanlarına isti geyimlər seçirlər ki, onlar xəstələnməsinlər. Onu da deyim ki, bax bu geyim balaca smokingdir. Toy üçün nəzərdə tutulub. İt belə paltarda çox gözəl görünür. Такой смокинг могут приобрести для собачки, чисто для красоты. Ancaq rəqiblərinin olmaması Nailə xanımı heç də arxayınlaşdırmır. Əksinə, o bu sahənin daha da genişlənməsini və inkişaf etməsini arzulayır. К сожалению, он еще не настолько развит. Təəssüf ki, grooming sahəsi bizdə hələ Avropada, Rusiyada olduğu qədər inkişaf etməyib. Amma insanlarımız yavaş-yavaş belə bir xidmətin olduğu barədə öyrənirlər. Bizim salonda bir növ ilk qaranquşdur. The Doggy Styles Grooming and Spa yeganə yerdir ki, burada itlərə peşəkar səviyyədə xidmət göstərilir. İstərdim ki, bu sahədə peşəkarların sayı artsın. İnanın ki, mən buna şad olaram və onları özümə rəqib hesab etmərəm. Открывать, вкладывать в это дело. Grooming prosesindən çıxan vəfalı dostumuz çox gözəl və şən görsənirdi. Bu isə groomerin heyvanlara nə qədər sevgi və diqqətlə yanaşmasının göstəricisidir. Grooming prosesini izləyəndən sonra özünüz də gördünüz ki, bu iş çətin və məsuliyyətli deyil. Groomer olmaq üçünsə gərək heyvanların dilini, davranışlarını və psixologiyasını yaxşı biləsən ki, onlar sizin sözlərinizə qulaq assınlar. Və ən əsası, bu işi yalnız heyvanları sevən insan görə bilər. Vüqar Səfəli, Zaur Bayramov, Lizer TV.